Salam, hörmətli izləyicilər. Bugün sizlərə mülkiyyətinizdə olan yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı sadələşdirilmiş vergi öhdəlikləriniz haqqında danışacağam. İlk öncəliklə Nazirlər Kabinetinin 2014-cü il 51 saylı qərarına əsasən ərazilərin zonalara bölünməsini göstərən xəritəyə və həmin zonalara uyğun olaraq əmsalların göstərdiyi cədvələ nəzər yetirək. Fiziki şəxs 3 il müddətdən az müddətdə qeydiyyatda olduğu yaşayış sahəsini satmaq istədikdə 30 kvadrat metrdən yüksək olan hər bir kvadrat metrin baza məbləği 15 manata və uyğun olaraq zonalar üzrə əmsalı hasilinə bərabər olan vergi məbləğini alqı-satqı müqaviləsini təsdiq edən notariusa ödəyir. Misal olaraq 7-ci zona hesab edilən Azadlıq metro stansiyasının yaxınlığında yerləşən mənzilin çıxarışında 120 kvadrat ümumi sahə qeyd olunubsa, vergi məbləği aşağıdakı qaydada hesablanır. Qeyri-yaşayış sahələrinin, həyət evlərinin, həmçinin şəxsi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahələrinin satışı zamanı tətbiq edilən vergi qaydaları haqqında növbəti hissədə sizlərə məlumat verəcəm. Diqqətiniz üçün təşəkkür edirik.